Mərhəmətli və rəhimli Allahın adı ilə. Həmd olsun aləmlərin Rəbbi Allaha, mərhəmətli və rəhimliyə, haqq hesab gününün hökmüdarına. Biz yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik. Bizi doğru yola yönəld. Nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna yox. Əl-Bəqərə, İnək Suresi. Mərhəmətli və rəhimli Allahın adı.